Heç olub ki, uşaqlıqda baxdığımız çizgi filmlərdə və ya animasiya filmlərində donmuş bir buz parçasının içində uzun müddətli donub qalan bir canlı görək. Nə qədər çizgi filmlərdə həmin o canlılar buzu qırıb içindən sağ çıxsa da, reallıqda belə bir şeyin ola bilməyəcəyinə dəqiq əmin idik. Heç bir canlı buz kütləsinin içində o qədər müddət sağ qala bilməz. Bəs indi desəm ki, bir canlı var, məhz bunu eləyir və gözümüzün önündə də tam özünü dondurur və bir müddətdən sonra da buza açılır, həyatına davam edir. Yəqin ki, ilk başda ağlımıza o gələcək ki, ola bilsin hansısa alim mükəşf eləyib və insanlar daha özünü dondurandan sonra da yaşaya bilir. Yəni hal-hazırda o qədər insan var ki, özünü donduraraq qocalının qabağına alıb güya gələcəkdə oyanmaq istəyir. Və bir anda çıxıb desəm ki, bunu eləyən insan yox, bir qurbağa növüdür. Hətta bunu bilərək eləyir. İç bölgəsindəki suyu çölə çıxardır. Bunu eləyəndə də həmin bu su həm bədəninin, həm də orqanlarının üstünü örtür. Ardınca bu su hava səbəbilə donur. Yəni qurbağanın donmayan yeri qalmır. Böyrək, damar, qan axışı, beyin hər biri donub işləməz vəziyyətə düşür. Daha nə ürək döyünür, nə də bir nəfəs alınır. Daş kimi cansız bir bədən. Bu hadisəni araşdıran tədqiqatçılar belə heyrətini gizlədə bilmirlər. I still can't get over it. It's really an amazing thing. Ardınca qış gedir, bahar gəlir. Hər yer isinməyə başlayır. Və heç nə olmamış kimi qurbağanın ürəyinin yenidən döyünməsinə şahid oluruq. Üstündən buz çəkilməyə başlayır. Damarlar, qan axışı, iç orqanlar hər biri təzədən öz işlərini görür. Anidən gözü açılır və yenidən həyatına olduğu yerdən davam etməyə başlayır. Sanki öldürəndə odur, yaşadan da ayəsinin təcəllisinə açıq-aydın şahid oluruq. Spontaneous resumption of function. Why? We don't know. We don't know what triggers that event. İlk başda bu işi olsa bir alimin eləyə biləcəyini qəbul edirdik. Bəs indi qurbağaya sanki bir alimlik verirmişik kimi bu prosesi qurbağadan bilmək daha məntiqli olar, yoxsa kiçik böyük bütün hər şey elmində olan, alim olan Allahın öyrətməsindən